olsun dediyimiz neçə bayram oldu. Neçə bayramı tam ürəkdən qeyd edə bilmədik. Neçə dəfə xatirələrə sığınıb dualar etdik. Salam İpək xanım, necəsiniz? Çox sağ olun, çox sağ olun. Gəlmişik, gəzirik Həkəri çayında, hər yeridə. İndi bayramları biz orada qeyd eləyəndə deyirdik, gün o gün olsun, gedək Laçınımızı da qeyd eləyək. İndi şükür, gəldik, tonqalımızda qaladıq. Qabaqlar elə bil bizim vaxtımızda, bahar bayramında gedirdik, tonqal qalırdıq. Gedirik çiftdən saat 5-də, 4-də, 3-də, 5-də durub gedirdik. Birinci o su deyirdilər, dəyişilir. Su da dəyişilib, təzələnib. Onu doldururduq səhəngə. Səhəngin içinə daş götürüb atırdıq. Evin daşı da gətirirdik suyun içində. Gətirib atırdıq evin küncünə ki, xeyir, bərəkətdir. Çiftə gələndə nətər həyəcanlandımsa, təzyiqim qalxdı 200-ə. Dava, dərman gəldim, hələ də özümə gəlməmişəm. O həyəcan hələ məndə var ki, ay Allah, görən gəlib çıxmışıq, biz Laçındayıq. Laçında gözəl keçir günümüz. Bax, otururam içəridə, dururam, biraz oturan kimi durub çıxıram çölə. Baxıram o dağa, bu dağa görsəm vaxt keçir. İndi bayaq çıxıram, ağaçlar çiçəkləyib. Deyirəm, şükür, ay Allah, hər şey sənin əlindədir. Tüstüsü, qoxusu da sanki fərqliydi. Hər il odda ağırlığımızın, yorğunluğumuzun yanmasını diləyirdik. Amma qəlbimizin dərinliyində bir dilək də var idi. Həmin torpaqlarda o tonqalın qalanması. Bu hissin heç bir adı yoxdur. Onu ancaq yaşayanlar bilər. Ki biz neçə ildən sonra qayıdıb burada öz tonqalımızı qalamaq, bayramımızı eləmək. Hesab edin ki, bizim üçün dünyaya yenidən gəlməkdir. İnsan elə bir yenidən doğulur. Bir körpə kimi sevinirəm. Bütün hamının əvəzinə sevinirəm. Özümün qoyub getdiyim gəncliyimin əvəzinə sevinirəm. Bura gəlmək arzusunda olub gələ bilməyən o itirdiklərimizin əvəzinə sevinirəm. Vətən insanın varlığı canından, qanından, varından, dövlətindən, hətta valideynlərindən, övladından artıq sevdiyi bir məğum. Vətən odur. Mənim üçün hər şeydən qiymətlidir. Bu illər ərzində bu bayramı bir küncə çəkilib, dərin ürək ağrılarıyla, görəsən orada hava necədir, görəsən orada gecə necədir, bugün Xankəndində nə baş verir, kim nə qayırır, yağış yağanda, görən orada da yağış yağırmı, gün çıxanda, görən orada da gün çıxandır. Heç nə, dərin həsrətlə yaşamışıq. Doğma torpaqda küləyin yüngül nəfəsini duymaq da ayrı bir sevincdir. Axı, illərdir bunun da həsrətindəydik. Yorulmayasınız. Çox sağ olun, çox sağ olun. Xoş gəlmisiniz. Yeni əsər işləyirəm Quyruq məhəlləsində. Hər halda hazırda durduğum yer 1982-ci ildən 92-ci ilə kimi fəaliyyətdə olmuş Şuşa Dövlət Rəsm Qaleriyasının binasının ətrafıdır. Mən həmin yerdə durub Şuşanın köhnə və yeni tikililərinin rəsmini edirəm. Şuşa yeri elədir ki, burada indi sağ olsun axşam məhəlləmizdə, elə qədimdə həmişə məhəllə demişik də, təzə bina demirəm. O tonqal qalıyacaq. Ondan sonra qonşularla çıxacaq həyətdə bayramlaşma, ondan sonra yumurta döyüşməsi zadırlar. Əlbəttə çoxdan arzuladığımız şeylərdir. Deməli 32 il xəyallarımda canlandırdığım Şuşanı ancaq Bakıda oturub çəkmişəm. Bir şüşələri gəzirdim xəyalımda. Bu minvalla bir 150-200 rəsm əsəri
kəklik hazırlamışam. Sağ olsun. Bu da sərgilərimdə nümayiş olunacaq. Hoş gelmişsiniz. Ha, buyurun buyurun. Hoş gelmişsiniz. İşte gülü zat suardıqda güversin, gül çiçək açsın. Bu işlərlə məşğuluq. Bostanımızın vaxtıdır, kartuşkamızı əkmişik. Göyümüzü güvertimizi əkmişik. Şitil üçün məhsulda pomidor, biber, belə şeylər səpmişik. Vaxtı zamanı gəlində aparıb yayacaq yerədir. Necədir buranın torpağı? Bərəkətli. Torpaq şükür Allah göz qabağındadır. Hamısı çiçəyi qovur, bu il meyvəsi bol olacaq. Bu şaftal ağacıdır, bu alma ağacıdır. Bu şaftalı özü toxumdan düşüb bitmədi. Aa, nə gözəl. İkinci ildir ki, bu şaftalı ikinci ildir ki, məhsulun verir. Bu almanı əkmişdim, onun böyrünə düşdü. İndi hansı biri yaxşı olacaq, qalacaq, birini çıxardacaq. Bu da şaftalıdır, bu caval ağacıdır ki, tumurcuqlar verir. Bu ərikdir, o badamdır. Hamısı bunlar ikinci ilin ağaçlarıdır. Bax, bu göyəmdir. Birinci torpaqdır. Torpaq olmayan sonra vətən hardan ola bilər? Gərək torpaq ola ki, vətəndə ola. Çağladı sularımız. Evimizdə yenidən yanan ocağın istisi ruhumuzu qızdırdı. Tüstüsünü isə yel apardı. İllər sonra sahiblərinə qovuşan torpaq çiçəklədi. Bugün günə gün olsun dediyimiz həmin o gündür. Obamızın suyuna da. İşidən oduna da. Saçlarımızı oxşayan yüngül yerinə də. Çiçəkləyən torpağına da qurban olur.